Deputat Vüqar Bayramov Milli Məclisin Əmək və Sosial Siyasət, həmçinin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitələrinin birgə iclasında bildirib ki, 2025-ci illə müqayisədə gələn il pensiyalara ayrılacaq vəsaitin həcmi təxminən 10% artırılacaq. Bu, pensiyaçıların sosial təminatının gücləndirilməsinin növbəti ildə də əsas prioritet olaraq qalacağını göstərir. Qanunvericiliyə uyğun olaraq, gələn ildə pensiyaların indeksləşdirilməsi davam etdiriləcək və 2026-cı ilin yanvar ayından etibarən bütün növ əmək pensiyalarında artım olacaq. Bu artım 1.100.000 vətəndaşı əhatə edəcək və 2025-ci ildə nominal orta aylıq əmək haqqındakı yüksəlişə uyğun tətbiq ediləcək. Hazırki ilin ilk 9 ayında orta aylıq nominal əmək haqqı əvvəlki illə müqayisədə 9,7% artaraq 1093 manata çatıb. İlkin hesablamalara əsasən, gələn ildə pensiyaların artım faizi 9,2 olacaq. Deputat həmçinin digər təkliflə çıxış edib. Onun sözlərinə görə, İşsizlikdən Sığorta Fondunun 2026-cı il xərcləri 266,4 milyon manat təşkil edəcək. Bu vəsaitin 77 milyon manatı, yəni xərclərin təqribən 30%-i özünü məşğulluq proqramlarının həyata keçirilməsinə yönəldiləcək. İşsizliyə görə sığorta ödənişləri isə 28 milyon manat səviyyəsində olacaq ki, bu da ümumi xərclərin 10,5%-nə uyğun gəlir. Vüqar Bayramov bildirib ki, fondun vəsaitlərinin böyük hissəsi aktiv məşğulluq proqramlarına yönəldildiyi üçün, onun adının dəyişdirilməsi daha məqsədə uyğun olardı. Deputat fondun məşğulluq və işsizlikdən sığorta fondu kimi adlandırılmasını təklif edib.